Rogozin vardı, yazıdadır Roskosmos. Rusiya kosmosunu ve o elmi, Rusiya aslında Sovet hükümeti Rusiya değildi. Rusiya onu özünü Sovet hükümetinin varisi kimi elan edib. Ama bu böyle değil. Sovet hükümetinin kosmosunu kaldıran Ukraynalılarıydı. Karalyov da Ukraynalıydı, böyle Tsiolkovski de Ukraynalı. O Ukraynalılardır. İndi Ukraynalılar öz kosmosu qaldıracaqlar, görəcəksiniz. Bəlkə nüvə silahı da əldə edəcəklər. Baxacaqsınız, Ukrayna buna qadirdir və indiki istehsal elədiyi raketlər, dronlar Rusiyanı bu hala gətirib çıxardır. Amma Roskosmosa bilirsiniz Rogozin'i, hayf ki o klipi mən tapa bilmədim, bir sizə göstərərdim. Rogozin öz seçki kampanyasında, deyəsən deputatlığa seçki kampanyasında ya da partiyasının hansı seçki kampanyasında bir spot rolik buraxmışdı ORT-yə, Rusiyanın dövlət kanalına. Güya iki belə hündür boylu Slavyan küçə ilə gedirlər və görürlər ki 3-4 Qafqazlı belə nəsə küçədə sigaret çəkib yerə atırlar. Nəsə belə bir şeydi də. O Qafqazlılar da belə şübhəli Qafqazlılar idi, amma hər halda yaxınlaşırlar və bunlar belə Rus səsi ilə ona deyirlər ki, ştab edəcəklər, nə edirsiniz siz burada? Siz kimsiniz burada? Belə, ben bunlar deyirlər ki, biz Qafqazda deyir, götürür buradan küçələri biz ölkəni başlayaraq təmizləyəcəyik və rolik belə bitirdi. Həmən o Rus sifətli belə iki qüdrətli kimo ekrana deyirdilər ki, biz Rusiyanı zibillərdən təmizləyəcəyik. Hoppa. Hə, təbii ki, zibillərdən deyəndə yanına Qafqazlılar, amma incə Qafqazları göstərmişdi, onları sonra qışqırmışdı, yerə zibil atırdı və deyirsən, biz Rusiyanı zibillərdən təmizləyəcəyik. Yəni Qafqazlılardan təmizləyəcəyik. Həmən bu spotdan sonra Rogozin'i gətirib qoyurlar, bu düşüncədə olan bir alçağı, bir düdüyü, güya Rus milliyyətçisi, faşistidir, gətirib qoyurlar kosmosun başına. Rogozin kosmosu məhv eləyir, bir dənə raket uçmadı ondan sonra. Nə bıraxırlar göydə yox, yerdə partlayır elə. Hələ mən bir dənə video yadımdadır, Rogozin bir Angara adlı yeni bir raket istehsal eləmişdi və Putin də onun canlı yayımda uçuşunu izləməli idi. Putin oturur ekranın önündə, Angara adlı raket və videoda tapa bilərsiniz YouTube'da. Angara adlı raket uçmalı idi və oradan səs gəlir. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Belə radyo kimi səs gəlir. Pusk. Və Angara dayanır yerində. Putin də baxır ona. Angara uçmur. Aç Putin gözünün qabağında Rogozin'in düzəltdiyi Angara uçmadı. Putin də belə, следующий aslında verir. Durur çıxır gedir. Və salam. Maşın zavoduna gedir, maşın istehsal olunan zavoda gedir. Mən qapısının, maşının qapısını açmaq istəyir, dəstəyə qalır əlində. Sonra işə düşmür, sonra onun bagajı açılmır. Yadınızda da bu əhvalatlar hamısı. Burada raket uçmur. Həmən o Rogozin, həmən o faşist, bütün günü Ukraynanı gedirdi Donbass'a filan da dağdacı Ukraynanı filan elici kosmosu batırmıştı. İndi gedirdi güya orada her bir şeye çevrilmişti Ukraynanı ve Ukraynalılar raketle dünən elə biz əla danışdıq. Bizim hərbi cənab polkovnik Üzeyir Cəfərovla əla danışdıq o barədə. Rogozin raketlə vururlar, balaca bir dronla vururlar, pis yerindən vururlar Rogozin'i. Daha doğrusu arkasından da belə pis yer deyəndə, nə də pis yer demək olardı. Pis yerindən dəyir və neçə vaxtda o otura bilmirdi ümumiyyətlə başa. Çünki pis yerinə dəymiş. Ukraynalar onu yaxşı cəzalanmışlar. İndi deyəsən biraz onu təmir ediblər, orasını burasını düzəldiblər, pis yerini də biraz malalayıblar. İndi daha otura bilir və indi üzə çıxıb həmən o Rogozin, o faşist, Rusiyanı zibillərdən, yəni bizdən təmizləmək istəyən, həmən o elə onun fikrinə görə də zibilin böyüyü özüdür, təbii ki, ifunətli zibilin böyüyü özüdür. Təmizləmək istəyən həmən o Rogozin indi müsahibə verir və deyir ki, Rusiya uduzur. Biz orada ilişib qalmışıq. Bu tupikdir. Bunu saxlamaq mütləq lazımdır. Yoxsa Rusiya dağılacaq həmən o Rogozin. Baxın, görün o Rogozin nədir? Rogoshenko. И вот если двигаться такими традиционными способами, как мы сейчас двигаемся, да, то есть в основном вся война идет в тактическом звене. Это что такое штурмовая группа? Это 3-4 человека, 5 человек, да. Значит, мужики где-то, ну, наверное, возраста примерно близкого к нам, да. Вот, и вот эти вот мужики по степи, которая вся заминирована, да, где дроны с разных сторон жужжат, увешанные броней, там, увешанные, значит, и у него автомат должен быть, и боекомплект должен быть у него под этот автомат, и одновременно гладкоствол, чтобы отстреливаться от дронов, и еще и рэп, и вот это все
встать с этим невозможно, со стула, не то, что идти куда-то наступать. Это очень сложно. А если техника появляется, любая военная, в зоне там, 20 километров ближе к линии боевого соприкосновения, она будет сожжена. Что, безусловно, по уровню обученности, например, да, те же самые силы беспилотных систем, ну, они очень высокого уровня, безусловно. Этот противник... Вот я вам скажу, вот Запорожский фронт, где мы сейчас с вами находимся, да, это самый высокотехнологичный кусок фронта. Eşidirsiniz? Deyir ki, bizim əskər deyir, bulan əskərlər deyir, mənim yaşım öz yaşında deyir. Yəni ki, 50-60 yaşındadırlar da bunlar da. İndi göstərəcəm sizə mən əskərləri. Göstərəcəm əziz dostlar. Diqqətli olun, hansı şəhərdən baxırsınız onu mütləq yazın, hansı ölkədən baxırsınız. Çünki bunları bilmək lazımdır. Mənim yaşında deyir, əskərlər də irəli gedirlər, onların deyir, heç bir şansı yoxdur. Çünki yanında həm avtomat daşımalıdır, həm texnoloji öyrəbləri daşımalıdır. Dronları nə etmək üçün. Neysə daşımalıdır, ağırdır. O özü deyir, Ukrayna əskəri yoxdur. Ukraynalılar indi demək olar ki, itki vermirlər indiki müharibədə. Çünki deyir, müharibənin texnoloji mənzərəsi dəyişilib. O deyir, açıq deyir, sahəyə biz hücuma keçirik, həmən o qoza kişilərlə onlar oradan deyir, bizi yandırırlar. O texnika gələndə texnikanı deyirsə başqa, o texnikanın hamısını deyir, yandırırlar. Bu deyir, mənasız müharibədir, mümkün deyil. Biz onlara deyir, indi Ukrayna ordusu dünyanın, əslində qalanda Ukrayna ordusu dünyanın indi ən güclü ordusudur. Təbii ki, Azərbaycan ordusu istisna olmalı, çünki biz zəfər qazanmış bir orduyuq. O ordu indi 4 ildir, 4 ilə yaxındır. Rusiya ilə üzbəyüz dayanıb və artıq ona güc gəlib, Rusiyanı Çini dağıtmaqla məşğul olan, vuran texnoloji çox güclü bir ordudur. NATO heç onun 10% deyil. Nə Çinin ordusu, nə Amerikanın ordusu, indi artıq Ukrayna ordusuna üzbəyüz gələnməz. Və NATO'ya Ukraynanı qəbul etmirik, naz edirik deyil. İndi NATO'nu Ukraynaya qəbul etmək lazımdır. Qabaq Ukraynanı NATO'ya qəbul, onu da təhsil edim. Ukraynanı NATO'ya qəbul etmək üçün. Bilirsiniz də yalvarırdı Ukrayna, orada böyük deyirlər, qəti qəbul eləməli. 3 dənə dron gəlib Polşa və NATO sirkələnir bir-birinə, Ukraynanın üstünə minlərlə dron gəlir, vurur, dağıdır, Rusiyanın özünü də vurur. NATO gələ Ukraynaya indi üzv olsun ki, bəlkə canını qutara bildi. Və demək olar ki, vaxtda danışır bu Ragozin. Yaxşı da oturmayıb, fikir verin kresloda. Çünki mənə gəlir ki, sürüşkən olub belə ondan sonra onun vurulan o dron dəyən yeri. Bax belə, bu da Ragozin.